Salam. 15 oktyabrda sertifikasiyanın müsahibə mərhələsi olacaq. Özüm üçün, hazırlıq üçün müəyyən sualları burada səsləndirəcəm, cavablarını səsləndirəcəm. Kimlərdə həmin gün olacaqsa da imtahan, mənim özüm üçün hazırlıq mərhələmdən faydalana bilər. Siz də mənim özüm üçün hazırladığım, qeydlər götürdüyüm bu sualları və cavabları dinləyə bilərsiniz. Bəlkə də imtahanda düşəcək. Kimlər üçün bəlkə də faydalı olar. Yəni özüm bunu tək hazırlaşmadım. Daha doğrusu neçə vaxtda hazırlaşıram. İndi ümumi olaraq suallardan müəyyən hissəsini qeydlər aparmışam və bu sualları cavabları ilə səsləndirəcəm. Sonra da yenə də bir dəfə dinləyəcəm. Təkrar olmuş olacaq mənim üçün. Kimlər də istəsə dinləyə bilər, faydalana bilər dediyim kimi. Demək, sertifikasiyada əsas özünü təqdim etmə olacaq. Sonra qiymətləndirmə ilə bağlı suallar olacaq. Sinifin idarə etməsi ilə bağlı suallar olacaq və dərs icmalı ilə bağlı suallar olacaq. İndi özünü təqdim etmə, hər kəs özünə məxsus şəkildə özünü təqdim edir. Burada mən sual-cavablar etmək istəyirəm. Sualları və cavablarını oxumaq istəyirəm. Qiymətləndirmə ilə bağlı suallar olacaqdır. Elə qiymətləndirmədən başlayaq. Sualları verəcəm və sualların cavablarını oxuyacağım. Qiymətləndirmə nədir? Qiymətləndirmə fən kurikulumunda təlimin tərkib hissəsi olan bir prosesdir. Qiymətləndirmə istənilən prosesin təkmilləşməsini təmin edən bir mexanizmdir. Qiymətləndirmə şagirdlərin təlimdəki nailiyyətlərinin dəyərləndirilməsi prosesidir. Qiymətləndirmə forması nədir? Qiymətləndirmə forması qiymətləndirmənin keçirilmə mexanizmidir. Qiymətləndirmə standartı nədir? Qiymətləndirmə standartı təhsil alanın nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Bilik, bacarığın kəmiyyət və keyfiyyət göstəricisidir. Məzmun standartının reallaşma səviyyəsini müəyyən edən normadır. Qiymət standartı qiymət vermə prosesinin qanuniliyinə zəmanət verir. Qiymətləndirmə meyarlarını niyə öncə yazırıq? Yəni, niyə dərsdə qiymətləndirmə meyarları öndə verilir? Ümumiyyətlə, biz dərs keçəndə qiymətləndirmə meyarlarını dərsin əvvəlində elan edirik. Şagirdlər bilsin ki, orada nə qiymətləndiriləcəkdir. Onları biz hansı meyarlara əsasən qiymətləndirəcəyik? Qiymətləndirmə meyarlarını niyə öncə veririk? Bildiyimiz kimi, rubrik 3 hissədən ibarətdir. Meyarlar, keyfiyyət səviyyəsi və meyarlara uyğun keyfiyyət səviyyələrinin təsviri. Rubrik şagirdin öyrənmə fəaliyyətinin keyfiyyətli şəkildə tətbiqinə kömək edir. Rubrikdəki meyarlar isə təlim nəticəsinə uyğun şəkildə qeyd olunmalıdır. Qiymətləndirmə prosesində aparılan meyar dərsin məqsədinə uyğun, ölçülə və izlənilə bilən olmalıdır. Çünki meyarlar dərsin məqsədinə xidmət etməlidir. Bu səbəbdən də alt standartlardan dərsin məqsədi, təlim nəticəsi çıxarılır. Təlim nəticəsindən isə qiymətləndirmə meyarları çıxarılır. Qiymətləndirmə üsullarından bir neçəsini deyin. Misal üçün var müəllim qiymətləndirməsi, yoldaş qiymətləndirməsi, özünü qiymətləndirmə. Qiymətləndirmə üçün var müşahidə, rubriklər, İşıq for, BİBÖ, çıxış bileti, 3-2-1 üsulu, şagird jurnalı, düşün, paylaş, bölüş üsulu, klaster, layihə, şifahi sorğu, testlər, açıq suallar. Biz qiymətləndirmə məqsədi ilə bunların hər birindən istifadə edə bilərik. Qiymətləndirmə standartlarını biz neçə səviyyədə veririk? Qiymətləndirmə 4 səviyyədə müəyyən olunur. Ən aşağı, orta və ən yüksək. Yəni, belə götürək də, birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə, dördüncü səviyyə. Dördüncü səviyyə ən yüksəkdir. Misal üçün, bunu əgər biz summativə görə götürsək, burada 0-30% arası ən aşağıdır. 30%-dən 60%-ə kimi ortadır. 60%-dən 80%-ə kimi yenə də orta və 80%-dən 100%-ə kimi ən yüksəkdir. Yəni, yüksəkdir və ən yüksəkdir. Qiymətləndirmənin hansı növləri var? Milli qiymətləndirmə var, beynəlxalq qiymətləndirmə var və
Məktəb daxili qiymətləndirmə var. Məktəb daxili qiymətləndirmənin də 3 növü var. Diaqnostik, formativ və summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmənin məqsədi nədir? Diaqnostik qiymətləndirmənin məqsədi şagirdə fərdi yanaşmanı təmin edir. Şagirdin ilkin bilik və bacarıqlarını müəyyən edir. Şagirdin zəif güclü cəhətlərini müəyyən edir. Maraq dairəsini, yaşadığı mühit haqqında məlumat verir. Müəllimə təlim strategiyasını düzgün qurmağa imkan verir. Strategiyada çevik dəyişiklik etməyə imkan verir. Diaqnostik qiymətləndirmə nə zaman aparılır? Diaqnostik qiymətləndirmə dərs ilinin əvvəlində aparıla bilər. Hər hansı bir bölmənin əvvəlində aparıla bilər. Məktəb dəyişəndə, sinif dəyişəndə aparmaq olar şagird üçün. Formativ qiymətləndirmənin məqsədi nədir? Formativ qiymətləndirmənin məqsədləri keyfiyyətcə olan bir qiymətləndirmədir, fəaliyyəti izləyir, irəliləməni və geriləməni izləyir, geriyə dönəndir, formalaşdırıcı qiymətləndirmədir, öyrənmək üçün qiymətləndirmədir, az standartların reallaşmasına yönəlib, bilik bacarıq formalaşdırmağa və bilik bacarığa hansı səviyyədə nail olmağa xidmət edir, problemi müəyyən etməyə, təlim ehtiyacını müəyyən etməyə və onu düzgün istiqamətləndirməyə xidmət edir. Dərsi müşahidə edən prosesdir. Uğur qazana bilməməyin səbəbi araşdırılır, inkişafı təmin edir və şagirdi summativə hazırlayır. Formativ qiymətləndirmə nəyə əsasən aparılır? Formativ qiymətləndirmə az standart əsasında hazırlanmış qiymətləndirmə meyarlarına əsasən aparılır. Summativ qiymətləndirmə nədir? Summativ qiymətləndirmə şagirdin nailiyyət səviyyəsini kəmiyyətcə ölçən bir qiymətləndirmədir, cəmləyici qiymətləndirmədir. Burada müəyyən suallar var, demək, psixoloji suallar da var. Deyir ki, sənin üçün ən yaxşı, ən sevimli şagird kimdir? Bu suala müəllim necə cavab verir? Sənin üçün ən yaxşı, ən sevimli şagird kimdir? Düşünürəm ki, bütün müəllimlər üçün ən sevimli şagird anlayışı əslində olmamalıdır. Çünki ən zəif şagirddə, ən güclü şagirddə bizim şagirdlərimizdir. Və biz bütün şagirdlərimizə eyni gözlə yanaşmalıyıq, eyni sevgi ilə yanaşmalıyıq. Diferensial təlimi şagirdlər arasında ayrı seçkilik yaratmadan tətbiq etməliyik və zəif şagirdləri inkişaf etdirib irəli aparmalıyıq. Yəni, hansısa xüsusiyyətinə görə, hansısa keyfiyyətinə görə biz ona mənim sevimli şagirdim deməklə o birisi şagirdlərdən onu üstün götürməməliyik. Hər bir şagirdə fərdi yanaşmaq lazımdır. Hər bir şagirdə öz fənnimizi sevdirməyə və öyrətməyə çalışmalıyıq. Bunlara diqqət etsək, biz də şagirdlərin sevimli müəllimi olarıq. Formativ və summativ qiymətləndirmə arasında hansı fərqlər var? Formativ qiymətləndirmə tədris prosesi zamanı aparılır. Əsas məqsədi şagirdin inkişafını izləmək, zəif tərəflərini görmək və dərhal geri bildirim verməkdir. Summativ qiymətləndirmə isə bölmənin sonunda, yarım ilin sonunda və s. aparılır. Şagirdin nailiyyətlərinin ümumiləşdirilmiş şəkildə qiymətləndirilməsidir. Qiymətləndirmənin təlim prosesində rolu nədən ibarətdir? Qiymətləndirmə nəticəni ölçmək üçün, həmçinin şagirdin öyrənmə prosesinə istiqamət vermək üçün, motivasiya yaratmaq üçün və müəllimə tədrisi necə planlaşdırmalı olduğunu göstərmək üçün bir yoldur. Effektiv sinif idarə etməsi nə deməkdir? Effektiv sinif idarə etməsi nə deməkdir? Öyrənməyə əlverişli, nizamlı və motivasiya edici mühitin yaradılmasıdır. Deməli, effektiv sinif idarə etməsi nədir? Öyrənməyə əlverişli, nizamlı və motivasiya edici mühitin yaradılmasıdır. Burada şagirdlər özlərini təhlükəsiz, sərbəst və məsuliyyətli hiss edirlər. Formativ qiymətləndirmənin məqsədi nədir? Tədris prosesi zamanı aparılır. Məqsəd öyrənməni izləmək, şagirdi inkişaf etdirməkdir.
Şagirdlər üçün refleksiya prosesinin əsas məqsədi nədir? Refleksiya prosesinin əsas məqsədi şagirdlərin öz öyrənmə prosesini dərk etməsi, nələri bacardığını və nələri inkişaf etdirməli olduğunu müəyyənləşdirməsidir. Refleksiya müəllimə hansı imkanlar yaradır? Öz fəaliyyətini təhlil etmək, tədris strategiyalarını təkmilləşdirmək, şagirdlərin ehtiyaclarını daha yaxşı anlamaq üçün müəllimə kömək edir. Sonra nə demək olar? Burada bir çox suallar var. Mən bunları özüm üçün qeyd eləmişəm və bunları da paylaşacağım. Smart nədir? Demək, smart planlama texnikasıdır. Burada olan hərflər ingilis dilində əslində sözlərin başlığıdır. Misal üçün, S spesifik deməkdir. Yəni, təlim nəticələri düzgün, dəqiq və aydın olmalıdır. Aydın formada ifadə olunmalıdır. M ölçülə bilən deməkdir. Təlim nəticələri nəzərdə tutulan bilik və bacarığı qiymətləndirmək üçün müəyyənləşdirilməlidir. Yəni, ölçülə bilən təlim nəticələri nəzərdə tutulan bilik və bacarığı qiymətləndirmək üçün müəyyənləşdirilməlidir. A əldə oluna bilən, yəni qoyulmuş hədəfə çatmaq nə asan, nə də çətin olsun. Şagirdin çalışaraq əldə edə biləcəyi səviyyədə olsun. R real imkanları nəzərə alaraq, yəni real imkanları nəzərə almaq burada əsas götürülür. Yəni təlim nəticələri mövcud resursları, öyrənmə mühitini nəzərə alaraq real şəkildə çıxarılmalıdır. Sonra gəlir T. T yəni vaxt müddətinin nəzərə alınması deməkdir. Yəni təlim nəticələrinin hansı müddətə əldə olunduğunu göstərən xüsusi bir vaxt təyin edilməlidir. Bütün bunlar smart bizim təlim nəticələrinin necə planlaşması ilə bağlı verilən bir texnikadır. Sonra şagirdləri qiymətləndirən zaman hansı kriteriyalara görə qiymətləndirərdiniz? Demək, burada dinləmə, izah etmə və qavrama bacarıqlarına görə qiymətləndirilmə aparılır. Qiymətləndirmənin məqsədi şagirdlərin təlim nəticələri ilə nisbətdə nəyi öyrənib mənimsədiklərini müəyyənləşdirməkdir. Qiymətləndirmənin məqsədi şagirdlərin təlim nəticələri ilə nisbətdə nəyi öyrənib mənimsədiklərini müəyyənləşdirməkdir. Demək, mən kimya fənnindən sertifikasiya imtahanında iştirak edirəm. Ona görə də istəyirəm ki, kimya fənninin təlimdə, yəni kimya fənnində olan təlim nəticələrini burada qeyd edeyim. Demək, əvvəlki təlim nəticələrinə uyğun məzmun xəttlərini qeyd edeyim. Əvvəlki məzmun xəttləri hansılar idi? Maddi və maddi aləm, kimyəvi hadisələr, eksperiment və modelləşdirmə, kimya və həyat. Yəni, kurikulumda məzmun xəttləri əvvəllər bunlar idi. Maddi və maddi aləm, kimyəvi hadisələr, eksperiment və modelləşdirmə, kimya və həyat. Hal-hazırda yeni məzmun xəttləri isə 5 dənə nəzərdə tutulub. Bunlar hansılardır? Maddələr, çevrilmələr və onların əhəmiyyəti, atomun quruluşu və dövrilik, atom və molekullar arasında qarşılıqlı təsir qüvvələri, kimyəvi hesablamalar, kimyəvi reaksiyaların qanuna uyğunluqları. Bunlar kimyanın məzmun xəttləri idi. Kimya fənninin tədrisində əsas hədəf nədir? Şagirdlərdə, ümumiyyətlə bütün fənlərdə bu olmalıdır da, şagirdlərdə cəmiyyətin tələblərinə uyğun bacarıqların və təbiət fənlərinə dair təsəvvürlərin formalaşdırılması. Bu kimya təbiət fənni olduğuna görə tədrisdə bizim əsas hədəfimiz onların həm cəmiyyətin tələblərinə uyğun bacarıqlarının formalaşdırılması olmalıdır və təbiət fənlərinə dair təsəvvürlərinin formalaşdırılması olmalıdır. Təlim mühiti hansı prinsiplər əsasında qurulmalıdır? Pedaqoji prosesin tamlığı olmalıdır, təlimdə bərabər imkanları təmin etmək lazımdır, şagird yönümlülük, inkişaf yönümlülük, fəaliyyətin stimullaşdırılması
Dəstəkləyici mühitin yaradılması. Bunlar hamısı olmalı. Hə, bax. Davam edirik. Demək, var açıq suallar, var qapalı. Var açıq suallar, var qapalı suallar. Açıq suallar nədir? Qapalı suallar nədir? Açıq suallar cavablanması şəxsi fikirlərə əsaslanan olur, şəxsi yanaşmalar olur və adının da göründüyü kimi bu sualların cavablanması açıqdır, yəni konkret cavab yoxdur, limitli deyil cavablar. Düşündürücü olur suallar və burada həm də refleksiya etmək də tələb olunur. Qapalı sualların xüsusiyyətləri isə odur ki, burada ən çox bəli, xeyr cavablar olur, konkret cavab olur, limitli sayda cavab olur, cavablar faktlara əsaslanır, bəzən hisslərə əsaslana bilər və burada fikir və münasibət bildirilmir. Əsasən burada faktlara əsaslanır. Aha. Belə bir sual verilib. Deyir, ilk dəfə sinifə daxil olanda dərsə necə başlayırsınız? Sinifə daxil olanda şagirdlərlə salamlaşırıq. Bunu bütün müəllimlər edir. Və əgər bir müəllim hansı bir sinifə ilk dəfə daxil olubsa, yəni onu tanımayan bir sinifə daxil olubsa, özünü təqdim edir. Dərsin mövzusunu, məqsədini və qiymətləndirmə meyarlarını açıqlayır. Daha sonra motivasiya edici sual və ya maraqlı nümunə ilə dərsə keçid alır. Bu, şagirddə maraq oyadır və dərsə hazırlıqlı olmalarını təmin edir. Yəni, biz dərsi quranda, hər hansı bir mövzunu keçəndə, düzgün motivasiya, yəni maraq oyatma edəndə, onda dərs daha maraqlı olur. Ona görə də müəllim sinifə girəndə, sinifdəki uşaqların marağını özünə cəlb etməyi bacarmalıdır və mövzuya cəlb etməyi bacarmalıdır. Yəni, bir müəllim kimi o, keçəcəyi mövzu ilə bağlı düzgün motivasiya qurmalıdır ki, dərs maraqlı olsun uşaqlar üçün və dərsin növbəti mərhələlərində də fikirləri müəllimdə olsun. Aha, az standartlar haqqında fikriniz nədir? Az standartlar haqqında fikriniz nədir? Onları dərsdə necə tətbiq edirsiniz? Az standartlar şagirdin bacarıqlarını konkretləşdirən və təlim nəticələrinin əsasını təşkil edən göstəricilərdir. Demək, az standartlar nədir? Az standartlar şagirdin bacarıqlarını konkretləşdirən və təlim nəticələrinin əsasını təşkil edən göstəricilərdir. Dərs planlaşdırarkən əvvəlcə əsas standart nəzərə alınır, sonra isə uyğun az standart seçilir. Təlim nəticəsini məhz bu az standart əsasında formalaşdırırıq. Dərs boyunca fəaliyyətləri və qiymətləndirməni də həmin az standartlarla əlaqələndiririk və bu, şagirdin konkret bacarığını ölçməyə xidmət edir. Təlim nəticəsini biz şifahi bildiririk, yoxsa bunu lövhədə qeyd edirik. Təlim nəticəsini biz şifahi də deyə bilərik, izah edə bilərik, lövhədə də vizual olaraq yaza bilərik. Bu, şagirdlərdə dərsdən nə gözlənildiyini aydın şəkildə anlamağa kömək edir və diqqəti məqsədə yönəldir. Vizual təqdimat müxtəlif öyrənmə tiplərinə cavab verir və öyrənməni daha da səmərəli edir. Motivasiya mərhələsində əqli hücum metodundan necə istifadə edirsiniz? Motivasiya mərhələsində əqli hücum metodundan istifadə edərək şagirdlərə açıq sual ünvanlanır və onların sərbəst şəkildə fikirlərini ifadə etməsinə şərait yaradırıq. Məqsəd onların mövzu ilə bağlı əvvəlki biliklərini aktivləşdirmək, dərsə maraqlarını artırmaq və yaradıcı düşüncələrini təşviq etməkdir. Şagirdlərin bütün cavablarını dəyərləndiririk və onların heç bir tənqid edilmir, beləliklə də təhlükəsiz və açıq öyrənmə mühiti formalaşdırılır. Qrup işinin hansı çatışmazlıqları ola bilər? Qrup işində bəzi şagirdlər passiv qala bilər, fikir ayrılıqları və vaxt itkisi yarana bilər. Liderlik bərabər bölünməzsə və qiymətləndirmə düzgün aparılmazsa, ədalətsizlik hissi formalaşa bilər. Bu səbəbdən də müəllim prosesi diqqətlə izləməlidir
Ona görə də bu hallar da müəyyən qədər aradan qaldırılmağa çalışmalıdır. Şagirdlər qiymətləndirmə meyarları ilə tanış edirsinizmi? Necə? Bəli, hər dərsin əvvəlində şagirdləri qiymətləndirmə meyarları və göstəriciləri ilə tanış edirik. Onlara hansı fəaliyyətlərinə görə necə qiymətləndirəcəklərini izah edirik. Bu şagirdin məqsədli çalışmasına və nəticəyə fokuslanmasına kömək edir. Həmçinin bu meyarları lövhədə və ya slayd vasitəsilə də vizual şəkildə təqdim edirik. Dərs zamanı bir şagird yavaş danışır, kəkələyir və ətrafdakı şagirdlər onu tələsdirirlər. Bu halda müəllimin reaksiyası necə olsa yaxşı olur. Bu vəziyyətdə dərhal sinifdə empatik mühit yaratmağa çalışmaq lazımdır. Şagirdlərə bildirə bilərik ki, hər kəsin öz danışma tərzi var. Dinləmək də bir bacarıqdır. Asta danışan şagirdi isə təşviq edirik ki, sənə qulaq asırıq, fikrini sərbəst izah et. Məqsəd şagirdin özünü güvəndə hiss etməsi və ünsiyyət bacarığını dəstəkləməkdir. Həmçinin sinifdə empatiya, hörmət və səbrin təbliği metodik olaraq vacibdir. Zərurət yaranarsa, şagirdlə fərdi şəkildə dəstəkləyici söhbət aparmaq olar, psixoloq və valideynlərlə də əməkdaşlıq etmək olar. Sonra, ümumi fənlərin tədrisi zamanı hər bir şagirdin fərdi xüsusiyyətlərini necə nəzərə alırsınız? Şagirdlərin maraq, qabiliyyət və öyrənmə tərzlərini müşahidə və diaqnostika ilə müəyyən etmək olar. Bunu yəni bir dəfə yox, müəyyən dərs keçməklə əldə etmək olar. Vizual şagirdlər üçün şəkil, sxem və video materiallardan, eşitmə yönümlü şagirdlər üçün izah və müzakirələrdən, kinestetiklər üçün isə praktik və interaktiv tapşırıqlardan istifadə etmək olar. Tapşırıqları fərdiləşdirmək, zəifləri dəstəkləmək, güclüləri isə əlavə yaradıcılıq işlərinə yönləndirmək lazımdır. Bunları edir müəllim, bunları etməyə çalışırıq. Məqsəd hər bir şagirdin öyrənməyə aktiv cəlb olunması və potensialının üzə çıxarılmasıdır. Dərs zamanı intizam qaydalarını pozan şagirdlərlə necə davranırsınız? İntizam pozan şagirdə emosional deyil, sakit və nəzakətli yanaşmaq lazımdır. Onun diqqətini dərsə yönəltmək üçün əvvəl səbəbi anlamaq lazımdır. Lazım gələrsə dərsdən sonra fərdi söhbət etmək olar. Qayda pozuntusunu ümumiləşdirmədən konkret davranışı ona izah etmək olar. Məqsəd cəza vermək yox, məsuliyyətli davranış formalaşdırmaq və öyrənmə mühitini qorumaqdır. Zərurət olarsa psixoloqlarla əməkdaşlıq etmək olar. Bunların hamısı çox faydalı olar ki, biz şagirdlərlə də düzgün davranmış olaq. Demək, refleksiya nədir? Refleksiya etməklə şagird öyrəndiklərini qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürmüş olur. Refleksiya nədir? Refleksiya etməklə şagird öyrəndiklərini qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürmüş olur. Özünün inkişafı barədə məlumata sahib olur. Müəllim isə şagird irəliləyişinin monitorinqi də nəticələrinə uyğun onlara konstruktiv rəy bildirə bilər. Növbəti addımlar dəqiqləşdirilir. Başqa sözlə, refleksiya effektiv aparılanda dərindən öyrənməni təmin etmiş olur. Refleksiya hansı üsullarla həyata keçirilir? Cümlə kökləri, 3-2-1, çıxış bileti və s. Bu üsullardan istifadə etmək olar. Şagirdi dərsə necə cəlb etmək olar? Dərsin əvvəlində şagirdləri prosesə cəlb etmək üçün problemli situasiyanın yaradılması məqsədə uyğundur. Bunu bir neçə texnika ilə həyata keçirmək olar. Problemin təqdim edilməsi, maraqlı başlanğıc, proaktiv xarakterli suallar, şəxsi təcrübələr, musiqilərdən istifadə, buz qıranlardan istifadə, vizual alətlər, misal üçün dərsin mövzusu ilə bağlı qısa video və ya cəlbedici şəkillər kimi multimedia resurslarından istifadə, virtual materiallar şagirdlərin marağını cəlb edə və öyrənmə üçün zaman yarada bilər. Məsələn, təsvir incəsənət dərsində hər hansı bir rəssamın əsəri göstərilə bilər və s. Texnologiyadan istifadə, hərəkətlərdən istifadə, əvvəlki dərslə əlaqə,
əyani vasitələrdən istifadə, hekayə oxumaq, iş formalarını, iş üsullarını, fəaliyyətləri bu şəkildə etmək olar. Demək, iş formaları, iş üsulları, fəaliyyətləri nəyə əsasən müəyyənləşdiririk? Dərsin təlim nəticəsi, qruplarla iş formasını təşkil edərkən dərsin təlim nəticəsini, şagirdlərin sayını, sinifin şəraitini nəzərə alırıq. Qruplarla iş formasının müsbət və mənfi cəhətləri nələr olar? Şagirdlərin kiçik komandalarla fəaliyyət göstərməsi, tapşırıqları həll etməsi yaxşı bir haldır və sırf onların bilik bacarıq səviyyələri və digər xüsusiyyətlərinə görə də onları qrupa almırıq da. Yəni, baxır biz qrupu nəyə əsasən təşkil edirik? Fərqli əsaslarda qruplar təşkil olunur. Qrup işinin hansı qaydaları var? Danışıq növbəsini gözləyin, bir-birinizi sonacan dinləyin, bir-birinizin şəxsinə deyil, ideyalarına fikir bildirin, bir-birinizi dəstəkləyin, bir-birinizə yardım edin. Belə, hər bir yəni qruplarla iş, kollektivlə iş, fərdi iş, bunların hər birinin özünün çatışmayan və müsbət cəhətləri var. Misal üçün, fərdi iş nədir? Fərdi iş şagirdi tək başına gördüyü fəaliyyət deməkdir. Faydası nədir? Əsasən, fərd daxili intellektdə və introvert şəxsiyyət növünə sahib şagirdlər üçün bu daha uğurlu olacaq. Şagirdlər öz templəri ilə işləyirlər, bildiklərindən daha çox əmin olurlar, düzgün yönləndirildiyi təqdirdə öz öyrənmələri haqqında təsəvvürə malik olurlar və fərdi işləyən zaman onlar üçün münasib olan üsul və strategiyaları müəyyənləşdirə və istifadə edə bilirlər. Çatışmazlıq nə ola bilər? Sinifdə şagird sayı çox olanda fərdi iş formasını həyata keçirmək problemli ola bilər. Hər bir şagirdin fəaliyyəti ilə maraqlanmaq, onlarla fərdi olaraq əks əlaqə qurmaq, fəaliyyətlərinə rəy və münasibət bildirmək vaxt baxımından çətin ola bilər. Bundan başqa şagirdlərin əməkdaşlıq etmək, ünsiyyət qurmaq, problemi birlikdə həll etmək bacarıqları da kölgədə qala bilər. Cüslərlə iş nədir? Tədris prosesində iki şagirdin bir yerdə öyrənməsi, tapşırığı yerinə yetirmək üçün bir-biri ilə əməkdaşlığı, qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Faydası nədir? Şagirdlərin bir-biri ilə bir-birindən öyrənmək imkanları olur. Mövzu ilə bağlı fikirlərini yoldaşı ilə bölüşüb, bildiyini yoxlaya bilir, qarşılıqlı fikir mübadiləsi aparıb, ortaq nəticəyə gələ bilir, problemin həlli üçün birgə çalışa bilərlər. Proses zamanı şagirdlərdə həmçinin bir-birini aktiv dinləmək bacarığı formalaşır. Bu iş forması eyni zamanda çətinlik çəkən şagirdlərin daha güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Həmçinin şagirdlərdə yardımlaşma hissinin də formalaşmasına səbəb olur. Şəxslər arası intellektə və ekstravert şəxsiyyət növünə sahib şagirdlər üçün xüsusilə əlverişlidir. Bəs bunun çatışmazlıqları nələrdir? Şagirdlərin bir-birinə mənfi münasibəti olarsa, o zaman bu faktor cüslər şəklində effektiv işləməyə mane ola bilər. Şagirdlərin rəy vermə bacarıqları yüksək olmadığı halda bu iş forması uğursuz ola bilər. Bu o deməkdir ki, şagirdlərin fəaliyyətini cüslər şəklində təşkil edərkən onların bu formada işləmək bacarıqları nəzərə alınmalıdır. Kollektivlə iş bütün siniflə iş deməkdir. Eyni bir fəaliyyəti bütün sinif deməli birlikdə icra edir. Şagirdlərin hər biri fəaliyyətin bir hissəsi olur. Faydası nədir? Bütün sinifi bir fəaliyyətdə birləşdirir. Daha çox ideya, fikir və təcrübə bölüşülə bilir. Bütün şagirdləri prosesə cəlb olunur. Müəllim isə şagirdlərə qoşulmaq imkanında olur. Sual-cavab sessiyasında sinifin ümumi anlamasına şərait yaranır. Çatışmazlıq nədir? Bəzən yalnız fəal şagirdlər iştirak edir. Utancaq və pasiv şagirdlər diqqətdən kənar ola bilir. Sinifin idarə edilməsi zəif olanda xaotik səs-küy yarana bilər. Bu da mövzuların daha dərindən öyrənilməsində çətinlik yaradır. Hansı iş üsulu bütün dərslərdə tətbiq edilir? Məncə beyin həmləsi iş üsulu bütün dərslərdə təmin edilir.
Bunu biz ən çox motivasiya zamanı işlədirik. Dərsin müəyyən mərhələlərində istifadə edirik və bu dərsin effektiv olmasına şərait yaradır. İllik planlaşdırma nə idi? İllik planlaşdırma bir il ərzində tədrisin təşkili ilə bağlı məsələləri özündə əks etdirən sənəddir. Sonra burada inklüziv təhsil nə deməkdir? İnklüziv təhsil fiziki və psixi, intellektual xüsusiyyətlərdən, sağlamlıq imkanlarından asılı olmayaraq təhsilin olmasıdır. Burada yalnız sağlamlıq imkanları məhdud olan şagirdlər nəzərdə tutulmur. Həm də intellekt xüsusiyyətləri yüksək olan şagirdlər də nəzərdə tutulur ki, yəni onları da, həmin o şagirdləri də hər birini bir yerdə bir təlim prosesinə cəlb etmək mümkündür. Yəni fiziki və şəxsi intellektual xüsusiyyətlərdən, sağlamlıq imkanlarından asılı olmayaraq təhsilin olması inklüziv təhsildir. Dərsdə müzakirə aparmaq üçün ən çox istifadə olunan üsullar hansılardır? Akvarium, Sokrat dialoqu, dərmi masa, ziqzaq, müzakirə xəritəsi, sinektika. Bunlar istifadə olunur müzakirə zamanı. Nə üçün dinləyir şagirdlər dərsdə? İnformasiya əldə etmək üçün, informasiyanı anlamaq üçün, informasiyanı öyrənmək üçün. Demək, nə üçün dinləyirik? İnformasiya əldə etmək üçün, informasiyanı anlamaq üçün. İnformasiya əldə etmək üçün, informasiyanı anlamaq üçün, informasiyanı öyrənmək üçün. Buradan mən qeydlərimə baxıram və oxuyuram. Fəal dinləyici olmaq üçün hansı fəaliyyətlər lazımdır? Demək, diqqətimizi danışana yönəltmək lazımdır, dinləməni nümayiş etdirmək lazımdır, rəy vermək lazımdır, danışanın sözünü kəsməmək lazımdır, cavab vermək mədəniyyətini nümayiş etdirmək lazımdır və empatiyanı nümayiş etdirmək lazımdır. Təlim nəticəsi nədir? Təlim nəticəsi dərsin sonunda şagirdlərin hansı bilik və bacarıqlara sahib olduqları haqqında nəticələrin əvvəlcədən müəyyənləşdirilməsidir. Nəticədən planlama nədir? Müvafiq ardıcıllıqla nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi, o nəticələrə çatmaq üçün qiymətləndirmə üsul və vasitələrinin hazırlanması, həmin nəticələrə çatmağa xidmət edən fəaliyyətlərin seçilməsidir. Bu yanaşma həm illik planlaşdırmaya aiddir, həm də gündəlik planlaşdırmaya aiddir. Qiymətləndirmə nədir? Bir daha deyək, şagirdlərin nəyi, hansı bilik bacarıqları öyrənməsi ilə bağlı informasiyaların əldə edilməsidir. Öyrənmə fəaliyyəti nədir? Müəllim və şagirdlərin verilmiş təlim nəticələrinə hədəfə çatmaları üçün etdikləri fəaliyyətlərdir. Tədris fəaliyyəti 3 əsas mərhələdən ibarətdir. Planlama, sinifin idarə olunması, yəni öyrətmə və öyrənmə və qiymətləndirmə. İnteraktiv sözünün mənası nədir? Qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan deməkdir. İnteraktiv təlimdə şagirdlər öyrənmə prosesində aktiv şəkildə iştirak edirlər. Sorğu və araşdırma əsaslı, problem əsaslı öyrənmə nədir? Burada şagirdlər elmi suallar verir, dəlilləri təhlil edir, sübutları mövcud nəzəri biliklərlə əlaqələndirir və nəticə çıxarırlar. Cəlb olunma nədir? Yəni motivasiya. Şagirdləri təlimə motivə etmək, onlarda təlimə maraq oyatmaq, nəticəni əvvəlcədən göstərən prosesə cəlb etməkdir. Sualları nəyə əsasən hazırlamaq lazımdır? Biz sualları hazırlayarkən onları Bloom idrak taksonomiyasının aşağı və yuxarı təfəkkür səviyyəsinin mərhələlərinə uyğun hazırlamağa diqqət etməliyik. Aşağı təfəkkür səviyyəsinə uyğun suallar xatırlamaq, anlamaq, tətbiq etmək səviyyəsini əhatə edən suallardır. Yuxarı təfəkkür səviyyəsinə uyğun suallar isə analiz etmək, dəyərləndirmək, yaratmaq qabiliyyətlərini əhatə edir. Fasilitator müəllim. Fasilitator müəllimin rolu nədir? Fasilitator müəllim bələdçi müəllimdir, məlumatla təmin edəndir, tədqiqatçı müəllimdir. Səmərəli fasilitator olmaq üçün müəllimin hansı fəaliyyəti olmalıdır? Müəllim hansı fəaliyyətləri icra etməlidir? Təlim nəticələrini şagirdlərə əvvəlcədən verməlidir. Şagirdlərin məqsəd və maraqları ilə tanış olmalıdır. Şagirdlərini cəlb etməyi bacarmalıdır və yalnız sinifdə yox, sinifdən kənarda müəyyən fəaliyyətləri nəzərdə saxlamalıdır.
Fasiliator müəllimdə hansı bacarıqlar olmalıdır? Müşahidə etmək bacarığı, dinləmək bacarığı, məqamında düzgün müdaxilə etmək bacarığı, planlaşma və hazırlıq. Hələlik bu qədər. Sağ olun.